Yazıq qız. Elə xoş xəssiyyət, elə mehriban qızdır ki. Çoxdan tək yaşayır. 3 il olar. Anası rəhmətə gedəndən sonra tifil bu evdə tək yaşayır. Atası onları çoxdan atıb. Əmisinin necə? Əmini ilə yaxşıdır münasibəti. Gəlib gedir. Hərdən bir, çox az. Adamın Allahı var, kömək eləməyinə eləyir, öz yanında, ateliyədə işə də düzəldir. Qızın orada əməlli başlı hörməti var, işini hamı bəyənir. Gəl bir bəyənməsinlər. 5 yaşından kuklalarına özü paltar tikir. Məsələn, mənim bütün paltarlarımın hamısını o səliqəyə salır. Bəlkə adamın zadı var, gəzib eləyir. Yox, yox, nə danışır? Əminə çox tərbiyəli qızdır, Allah hər evə belə gəlin qismət eləsin. Elə şey yoxdur. Onun adamı olsaydı, o saat məlum olardı. O sizdən heç nə gizlətmirdi. Nə vardı ki, nə də gizlədəydi? Aydan arı sudan durub. İşdən adətən nə vaxt qayıdıb gəlirdi? Saat 8-də. Hərdən bir lap gec də gəlirdi, işi çox olurdu, yorulurdu. Amma heç görməzdin ki, bir şikayət eləsin, ya bir deyinsin, yox. Yaxşı, bəlkə bir şey zad yazıb qoyub evdə. Yox, heç bir şey. Heç bir şey qoymayıb. Paltarı bu şkafdadır. Bəli. Bu nədir? Avtobus biletidir. Bəs bu nədir? Etiketdir də, o importu paltarların üstünə vurmurlar, ondandır da. Siz bu parçaya da baxın, görün. Yox, ipək Mənə deyil. Emin Şirinov lazımdır. Şirinovun işi çoxdur, 2 aydan sonra gəlin. Necədir, xoşunuza gəldi? Mən onu mütləq görməliyəm. Müştəri ilə məşğuldur. Neynək gözlərəm? Bu ateliyədə o biri dərzilərin dişi belə çoxdur. Yox, hardan? Ham elə Emin Mansuroviçi sifariş etmək istəyir. Onun qardaşı qız da deyəsən burada işləyir, hə? Bəli, Əminə özü də əla dərzidir. Dərzilik elə bilir, vergidir Şirinovların əslinə. İndi buradadır. Yox, 2 gündür işə çıxmır. Yəqin xəstələnib. İş gününüz nə vaxt qutarır? 6-nın yarısında.